Şanlı Azərbaycan ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdi. Böyük sevinç hissiyle növbəti azad edilmiş yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır. Füzuli rayonu, Azərbaycanın qədim və strateji bölgələrindən biridir. Ərazisindəki Qarabulaq kurqanları, Günəştəpə və Quruçay sahillərində aparılan qazıntılar, burada paleolit dövründən insan məskənlərinin olduğunu sübut edir. 1827-ci ildə əsas qoyulan rayon, 1930-cu ildə Qaryagin, 1959-cu ildə isə böyük şair Məhəmməd Füzulinin 400 illiyi münasibəti ilə Füzuli adını alıb. Əhmədalılar, Babı və Mirəli türbələri, Hacı Ələkbər məscidi və digər tarixi abidələri ilə tanınan bu bölgə işğal dövründə ağır dağıntılara məruz qalsa da bugün yenidən düzəldi. 2021-ci ildə istifadəyə verilmiş beynəlxalq Füzuli hava limanı Qarabağın hava qapısı adlanır və regionun bərpasında mühüm rol oynayır.